Əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz artıq növbəti dayanacağımızdayıq və gəlmişik. Demək olar ki, son dayanacağımız olan Mardinə. Türkiyənin ən tarixi şəhərlərindən biri olan Mardindəyik. Burada Mardinin 7000 illik tarixi var, bəlkə də daha çox. Daha gözəl ilçələri də var. İnşallah Midyətə də getməyi düşünürük. Midyət gözəl tarixi abidələri və xüsusi seriallar çəkilir orada. O yüzden bütün Türkiyədə məşhur olub. Eləcə də digər ölkələrdə, şəhərlərdə yerlilər, xaricilər gəlirlər ziyarətə. Yuxarıda Mardin qalasıdır. Bu şəhər ümumiyyətcə təpədə yerləşir, dağın başında yerləşir. Çox gözəldir. Mən indi hardayam? Zinciriyyə Sultan İsa mədrəsəsinin önündəyəm. Burada tarixi bir yerdir. İndi daxil olacağıq, baxacağıq. Bilet 50 TL'dir. Və buradan da belə göstərim. Burada tarixi məslək lisesi olub. Burada baxın belə restoranlar var. Mən hal-hazırda durduğum yer biraz rahat deyil. Ona görə ehtiyatla hərəkət edirəm. Burada ancaq köhnə binalar, tarixi binalar. Aşağıda Zinciriyyə otel, kafe. Baxın, restoranlar, kafeler. Yuxarıda çox gözəl yerlərdir buralar. Zinciriyyə mədrəsəsi də Mardinin ən turistik yerlərindən biridir. Mardinin əhalisi 1 milyona yaxındır. Mardin deyəndə mənim ağlıma ancaq bu köhnə hissə gəlirdi. Amma bu heç də belə deyilmiş. Sən demə, yaxınlıqda müasir Mardin var. Çox gözəl hündür mərtəbəli binalar, lüks restoranlar, otellər. Yəni 2 dənə Mardin var, belə düşünün həmişə. Mardin tək bu köhnə daş evlərdən ibarət deyil. Bura köhnə daş evlər olduğu eski şəhər deyilir, eski Mardin. Bəli, bura UNESCO-nın qoruma listəsinə alınıb. Tarixi abidə olaraq bütün şəhər, ümumiyyətcə xarici görünüşünü dəyişməyən dünyada 3 şəhərdən biridir. Venesiyadır, Qüdsdür, yəni Fələstin. İndi hal-hazırda bombalanır, dağıdılır. Çox heyf olsun, təəssüf ki. Və Mardin. Bu 3 şəhər dünyada heç vaxt xarici görünüşünü dəyişməyən şəhərlərdir. Bəli, möhtəşəm bir yerdir. Yüksəkdə yerləşdiyi üçün havanın temperaturu hardasa 16-18 dərəcədir. Saat 11-dir, temperatur yüksəlir. Burada hərəkət eləmək üçün ara yollarla qalxırıq. Maşınla çox çətindir, baxın. Yer tapan sevinir. Və nəqliyyat vasitəsi də, üzr istəyirəm, ulaqlar və atlardan istifadə olunur. Yəqin ki, belə bir kafelərdən birində bizdə qismət olsa oturarıq, çəkib göstərərəm. Buradan əlbəttə ki, Mardin tam görsənmir. Mardin belə nərdivan şəklində, baxın, belə yuxarıya doğru qalxır. Mən ən üst nöqtədəyəm. Qısa videolarda oraları göstərəcəm. Baxmayanlar baxsın. Yenə də videolar çəkməyə çalışacağım. Hələ ki, buralardayıq. Əlimizdən gəldiyi qədər təqdim edəcəyik sizə. Belə, indi isə istəyirəm Zinciriyyə mədrəsəsinin içərisinə daxil olaq. Bilet almışam, 50 TL'dir və bərabər daxil olub baxarıq. Burada balaca bir oğlan var. Gəlir, Mardin lətifələri danışır, mahnı oxuyur və pul qazanır. Sonda da deyir ki, bu yolla da mən həyatımı təmin edirəm. O sözlərə əlavə edir onu da. Tez-tez deyir, çoxunu başa düşürsən, çoxunu başa düşmürsən. Görsəm göstərərəm. Burada xarici turistlər də var, əlbəttə ki. Və indi qalxırıq Zinciriyyə Sultan İsa mədrəsəsinə. Burada ödəmə eləyib içəri daxil olursunuz. Burada da tarix haqqında yazılıb. 1385-ci ilə Məlik Nəcməddin İsa bin Müzəffər Davud bin Əmməlik Salih tarafından yaptırılmışdır. Çok uzun adı var. Gəlin damat ücreti 500 TL'dir. Burada belə balaca surlar var. Otura bilərsiniz.
Ha, burada müəyyən içkilər var. Alıb belə oturub bu mənzərəni seyr edə su içə bilərsiniz, sox içə bilərsiniz. Bura isə mədrəsənin içərisidir. Baxaq görək burada nə var. İlk dəfə daxil oldum. Ortada hovuz. Başlayaq sağ tərəfdən. Ya da bura baxaq öncə. Bəli, 1300-cü illərdə inşa edilmiş bir mədrəsə. Burada da suvenirləri var. Çox sərindir içəri. Burada bir xanım suvenirlər satır. Yerli kələyağlardır, xanımlar üçün başörtüləri. Burada turistlər alıb şəkil çəkdirirlər. Gələneksel Türk el sanatları Ebru Hart çalışma atölyesi. Burada da resim galeriyası. Daha bir otağa daxil oluruq. Birlik Vakfı və Mardin Şubəsi, Sultan İsa Türbəsi. Burada da məzar var. Türbədir. Türbədə kimin məzarı olduğu qeyd olunmayıb. Hər kimsə Allah rəhmət eləsin. Biz keçək digər otağa. Deməli, Mardində bir çox millətlər, dinlər bərabər şəkildə yaşayırlar. 100 illərdir. Əsas burada yaşayanlar Kürdlərdir. Əlbəttə ki, Yahudilər var, Ermənilər var, Türklər əlbəttə ki, onu deməyə ehtiyac yoxdur. Və buradan daxil oluruq növbəti bir otağa. Bura isə camidir. Bəli, içəri çox sərindir. Elə bil ki, hər yerdə kondisionerlər çalışır. Belə bir sərinlik var. Günbəz olan hissəyə daxil oldum. Hər yerdə Mardin mənzərəsi var. Çox əski bir yapılıdır bura. Bəli, dostlar, Mardinin də özünə məxsus mətbəxi var. Gözəl mətbəxi var. Maraqlı yeməkləri var. Gəlmişkən Mardindən də bir restoran tapıb göstərəcəyik inşallah. Türkiyənin ən qədim şəhərlərindən biri. Baxıram, hamı yuxarıdadır. Deməli, yuxarı çıxmaq lazımdır. Bəli, bax, belə yollarla qalxırıq yuxarıya. Çox dik nərdivanlardır. Bizdə içəri şəhəri xatırlatdı mənə, Qız Qalasının için. Bəli, bir üst mərtəbəyə çıxdıq. Burada da gözəl şəkillər çəkdirmək üçün yer. Və daha bir mərtəbədə yuxarı çıxmaq mümkündür. Bəli, əziz dostlar, mədrəsənin ən üst qatına çıxdım. 2 dənə günbəzi var buranın. Baxın, nə qədər adam var. Bugün günlərdən birinci gündür. Gedək uç hissəyə tərəf yaxınlaşaq. Buradan Mardində daha gözəl görsənir. Ona görə bizim videoları sona kimi izləyin. Ən maraqlı hissə sonda da ola bilər. Çünki mən də ilk dəfədir video çəkə-çəkə eyni vaxtda sizə göstərirəm. Bəzi yerlərə doğrudan da özüm ilk dəfə girirəm və video çəkə-çəkə davam edirəm. Baxın, buradan Mardin gözəl görsənir. Geldi, çıxdıq ən uç hissəyə.
gözəlliklər önümüzdədir. Tarixi Mardin şəhəri 5000 ildən çox tarixə malik olan daş evlər. Yuxarıda Mardin qalasıdır. Mardin Kürt dilində Merdin deyilir. Restoranın adı da buradan görürəm Seyri Merdin. Yəni Mardini oradan seyr edin. Belə əziz dostlar, Mardindən videomuz başa çatır. Buradan gördüm. Nəqliyyat vasitəsi az öncə demişdim. Ulaqlar, atlar baxın aşağıda. Yəqin ki görürsünüz. Biri çıxdı axı könümə. Bu videoda qismət oldu göstərim. Bəli, burada əsasən ara yollar, dar küçələr, aşağı yuxarı maşın çox çətin olur deyə insanlar ulaqla hərəkət edirlər. Turistləri də əlbəttə ki müəyyən ücret qarşılığında daşıyırlar. Buradan Yeni Mardin görsənmir, o hündür mərtəbəli binalar, 15-16 mərtəbəli binalar var. Baxın, orada arxa tərəfdə qaldı. Çox gözəldir. Biz də orada yerləşmişik. Otelimiz də çox qəşəngdir, oradadır. Və oradan bura 5-10 dəqiqə məsafədir. Belə əziz dostlar, bununla da sizinlə sağollaşıram. Növbəti videolarda görüşərik. Sağ olun, var olun.